Salam, bugün sizinlə 2026-cı ildə 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının suallarına baxırıq və bu sualları təhlil analiz edirik ki, hansı mövzulardan, hansı səviyyədə suallar düşüb. Gəlin bu testlərin izahına baxaq. Görək hansı səviyyədə və hansı mövzulardan imtahanda salınıb və bizim diqqət etməli olduğumuz məqamlar nələrdir? 27-ci sualdan başlayaq. Verilmiş sözlərdən amonim kimi işlənə bilənləri müəyyən edin. Əvvəlcə bilməliyik ki, amonim nə idi? Amonim biz bilirik ki, deyilişi, yazılışı, tələffüzü, eyni zamanda başlanğıc forması eyni olan, amma mənaları fərqli mənalar ifadə edən sözlərdir. Məsələn, deyirəm ki, yay sözü. Deməli, yay sözü bir var fəsil kimi yay, bir də deyirəm ki, məsələn, lavaşı yay və yaxud da xəmiri yay. Deməli, birinci yay isim kimi yay olsa, bu zaman bir mənanı ifadə etdi. Digərində yay feil mənasını, yəni digərində isim, bu birisində isə feil mənasını ifadə etdi. Amma kökü də eyni oldu, başlanğıc forması da eyni oldu, tələffüzü də eyni oldu, hətta vurğusu da eyni oldu. Yəni amonim deyəndə bizdən bu tələb olunur. Gəlin baxaq görək hansı variantlarımızda bizim amonimlərimiz var. A variantında böyük, kiçik sözləri. Baxın, bu sözlərin amonimi yoxdur. Bilik sözünün amonimi yoxdur, getdi. Dönük sözünün amonimi yoxdur, getdi. Qalıq sözünün amonimi yoxdur. Buruq sözünün amonimi var. Məsələn, deyirik ki, neft buruğu, bir də deyirik buruq saç. Dolu deyirsən, bir var yağan təbiət hadisəsi, yağan dolu, bir də var dolu insan mənasında. 27-də olacaq D variantı. 28-ə baxaq. Nümunə haqqındakı fikirlərdən biri doğrudur. Mən çox təkid etdim, amma qəbul etmədi. Yalnız tabellik əlaqəsi işlənmişdi. Baxın, tabellik əlaqəsi nə idi? Biz bilirdik ki, tabellik əlaqəsi deyəndə bir tərəf aslı olurdu, digər tərəf onun əsas olurdu. Yəni, digər tərəfdən, biri digərindən aslı olur və əsas sözün tələbi ilə aslı tərəflə uzlaşır. Amma tabesizlik əlaqəsində nə idi? Burada üzvlər bərabər hüquqlu olurlar. Deməli, baxın, mən çox təkid etdim, amma o qəbul etmədi. Burada tabesiz mürəkkəb cümlə var və tabesiz mürəkkəb cümlə olduğuna görə burada bərabər hüquqlu üzvlər var. Yəni, bu birinci hissəyə, ikinci hissə bərabər hüquqludur və burada tabesizlik əlaqəsi var. Tabellik əlaqəsi işlənmişdir, deyə bilmirik. Deməli, A variantı getdi. Daha sonra, deməli, B variantına baxırıq. Cümlə üzvlərindən biri söz birləşməsindən ifadə olunmuş. Gəlin baxaq. Mən çox təkid etdim. Təkid etdim. Kim? Mən. Nə qədər? Çox. Qəbul etmədi. Nə etmədi? Qəbul etmədi. Baxın, burada söz birləşməsindən ifadə olunmuş bir üzv varmı? Xeyr, burada təkid etməklə qəbul etmək, siz baxarsınız ki, iki sözün birləşməsidir. Aha, söz birləşməsidir. Yox. Burada et sözü köməkçi feil mənası, köməkçi feil kimi işlənir və belə olan halda mürəkkəb feil yaradır, söz birləşməsi yaratmır. Ona görə, deməli, B variantı da səhvdir. Ona görə B də getdi. Tamamlıq və zərflik işlənmişdir. Baxırıq, cümlədə tamamlıq varmı? Tamamlıq yoxdur, zərflik var, amma tamamlığı görmürük. Ona görə C variantında çıxırıq. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdı. Baxın, əgər burada amma sözü olmasaydı, biz bu fikri düz götürə bilərdik. Amma axı burada amma bağlayıcısı var. Ona görə mən deyə bilmərəm ki, yalnız intonasiya ilə bağlanıb. Ona görə D də getdi. Y variantına baxırıq. Nəqli cümlələrdən təşkil olunmuşdur. Əlbəttə, çox asan, sadə bir sual. Yəni, nəqli cümlələr iki tərəfdə. Əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu cümləsində altına xətt çəkilmiş sözlər hansı nitq hissəsidir? Deyir ki, əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey deməli aydın oldu. Baxın, burada birinci sözümüz, görürsünüz, ən birinci qoşma ilə bağlı məqamı yadımızda saxlayaq. Qoşmalar cümlənin əvvəlində çox nadirən işlənir. Bəziləri işlənir və burada əvvəl sözü əgər qoşma olsaydı, cümlənin əvvəlində işlənməzdi. Məsələn, deyirəm ki, tutaq səndən əvvəl narazı olan uşaq. Belə desəydik, bəlkə hə, işlənərdi. Amma onda da özündən əvvəl söz olur. Yəni, əvvəl qoşma kimi işlənirsə, özündən əvvəl mütləq hansısa bir söz olmalıdır. Deməli, bu özü müstəqil işlənə bilib. Burada zaman bildirən zərfdir. Yəni, əvvəl narazı olan şagird. Deməli, ona görə birinci olacaq zərf. Zərf olanları saxlayırıq.
Narazı olan şagirdlərə iclasdan sonra, baxın, iclasdan sonra çıxışlı hallı sözə qoşulmuş zaman qoşmasıdır burada. Deməli, ikinci tərəfdə qoşma olacaq. İclasdan sonra. Deməli, hər şey aydın oldu. Deməli, burada olacaq A variantı. Nəyə görə zərf götürmürük? Baxın, iclasdan sonra, yəni baxın, burada iclasdan sözü ilə birlikdədir. Yəni sonra sözü iclasdan sözünə qoşulub. İclas, əgər sonra hər şey şagirdlərə, sonra hər şey aydın oldu. Əvvəl narazı olan şagirdlərə, sonra hər şey aydın oldu. Əgər bu sözümüz olmasaydı, çıxışlı hallı sözümüz olmasaydı, onda biz onu zərf kimi götürə bilərdik. Amma baxın ki, qarşısında çıxışlı hallı sözü var və məna baxımından da burada qoşma kimi işləmişdir. Ona görə 29-da olacaq A variantı. Bu da belə getdi. 30. Baxırıq. Eyler-Venn diaqramına əsasən altından xətt çəkilmiş hissələrlə bağlı uyğunluğu müəyyən edin. Deməli, baxaq. Eyler-Venn diaqramında bilirik də, birinci hissə, birinci ilə ikinci olan hissəyə fərqli xüsusiyyətlər, ortaya isə eyni, oxşar xüsusiyyətləri yazmalıyıq. Futbol komandamız bircə xal fərqi ilə rəqib komandadan geri qalırdı. Dilin şəkər, sözün incə, heç kəs sevməz səni məncə. Aha, bizdə burada cacənin fərqləndirilməsini tələb edir. Və cacənin fərqləndirilməsini tələb eləyirsə, biz burada cacəni düşünə bilərik ədat kimi, düşünə bilərik qoşma kimi, düşünə bilərik. Gəlin, indi baxaq görək hansıdır. Futbol komandamız bircə xal ilə fərqi rəqib komandadan geri qalırdı. Baxın, burada bircə deyəndə fikri nədir? Təsirini sanki artırdı. Yəni, mən burada cacəni açsam, futbol komandamız bir xal fərqi ilə rəqib komandadan geri qalırdı. Görürsünüz, hər iki halda eyni mənanı verir. Sadəcə burada cacənin olması fikrin daha təsir gücünü artırmış olur. Yəni, ədatın funksiyası odur ki, ədatı sən cümlədən çıxartsan, cümlədə heç bir dəyişiklik olmayacaq. Cümlənin məzmununda, cümlədə yəni sən dəyişiklik görməyəsən. Sadəcə olaraq fikrin təsir gücündə biraz dəyişiklik olacaq. Deməli, burada cacə nədir? Ədat olacaq. Biz bura yazmalıyıq ədatı. Yazan kimsə düz yazıb. İkinciyə baxıram. Dilin şəkər, sözün incə, heç kəs sevməz məni, səni, məncə. Baxın, mən burada cacəni atıram. Deyirəm, dilin şəkər, sözün incə, heç kəs sevməz səni, mən. Görürsünüz, məna məzmun etdi. Deməli, bu ədat deyil. Mən bura gətirib ədatı yaza bilmərəm. İkinciyə ədat olan fikir varmı? Baxaq görək C. İkinciyə C olan fikirlər, heç ümumiyyətlə testdə varianta da qoyulublar, görürsünüz. Deməli, bu ədat ola bilməz. Gəlin, indi bunu hər hansı bir qoşma ilə əvəzləyək. Cacə daha çox nə ilə əvəzlənir? Qədərlə. Gəlin, qədərlə əvəzləyək. Heç kəs sevməz səni, mən qədər. Görürsünüz, deməli, burada işlənməlidir nə? Buradakı olan qoşmadır. Deməli, 1-ə gedəcək ədat, 2-yə gedəcək qoşma. 2-yə gedəcək A, 2-yə gedəcək A, D, burada getdi, bu getdi, bu da getdi. 2A. 1-ə getməlidir G. Baxın, artıq cavab alındı. Üçüncüyə qrammatik mənası var, D yazılıb. Qrammatik mənası var. Leksik məna demir bizə. Biz nə demişdik? Deməli, köməkçi nitq hissələri əgər köməkçi nitq hissəsi işlənibsə cümlədə, o demək deyil ki, o cümlədə qrammatik mənası olmayan söz, leksik mənası olmayan söz olsa belə, qrammatik mənası olmayan söz yoxdur. Orada köməkçi nitq hissələri qrammatik mənaya malikdir. Onun, məsələn, ədatın elə ədat olması onun qrammatik mənasıdır və yaxud da qoşmanın qoşma olması onun qrammatik mənasıdır. Ola bilər, leksik mənaları yoxdur. Leksik məna nə idi? Biz tutaq ki, deyirik kitab sözü. Gözümüzün qabağına gəlib kitab canlanır. Mən o kitab sözünü bilirəm ki, hər hansı bir əşyadır. Düzdürmü? Gözümüzün qabağında canlana bilən xüsusi bir məna, izahlı bir mənası olan sözlərin yadımıza gəlir, düşür. Leksik məna budur. Qrammatik məna amma sözün hansı nitq hissəsinə aid olmasıdır. Yəni, onun leksik məna ilə bağlılığı qarışdırmaq olmaz onları. Deməli, qrammatik məna, məsələn, kitab sözü mənasına görə içərisində vərəqləri olan, məlumatlar olan bir vəsaitdirsə, mənası budursa, qrammatik mənası isimdir. Yəni, burada ədatın ədat olması, qoşmanın qoşma olması hələ onun qrammatik mənasıdır. Ona görə də bizim doğru cavabımız olmalıdır. 30-da C variantı. 31-ə baxırıq. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlidir?
Gəlin baxaq. Deməli, sondan əvvələ doğru gedək. Uzaq səfərə. Deməli, Q nə demişdi? Demişdi tələffüzdə. Q əgər özündən sonra samitlə başlayan söz gəlsə, kar qarşılığına keçir. Deməli, uzaq kimi tələffüz olunacaq. Bizə deyir ki, bütün sözlərin yazılı tələffüzü fərqli olsun. Deməli, uzaq burada artıq dəyişildi. Ona görə ki, yenə çıxdım. Abırlı olmaq, yenə burada da X. Daha çox deməli, Q, BDCC, BDCC, bir də ki, Q və Q qaydalarını yadda saxlamaq lazımdır. Əsas qaydalar bunlardır. Heç kəs onun dərdinə çarə tapa bilmədi. Heç kəs onun dərdinə çarə tapa bilmədi. Bax, burada bütün sözlər deyəndə heç kəs olacaq. Ona görə bu da getdi. Vətənimizin gələcəyi daha parlaq olacaqdır. Dır yox, olacaqdır. Tələffüzdə burada düşəcək, bu da getdi. Sınıq ürək sevinməz. Bütün sözlərin yazılışı və tələffüzü bizdən. Bütün sözlərin yazılışı deyilişi fərqlidir deyir. Deməli, burada Y variantına yenidən baxaq, şərhi səhv başa düşmüşük. Deməli, uzaq burada dəyişdi. Səfər sözündə nə oldu? Səfər sözündə dəyişiklik yoxdur. Bizə deyir, bütün sözlərin yazışı deyilişi fərqlənsin. Deməli, Y getdi. Bax, burada X var, abırlı olacaq daxildən. Baxın, daxildən sözü tələffüzü dəyişməyəcək. Deməli, bütün sözlərin tələffüz yazışı fərqli deyə bilmirik. C variantına baxırıq. Heç kəs, burada ümumiyyətlə o birislərdə yoxdur, bir dənə kəs fərqlidir, bu da getdi. Sınıq ürək, burada Q keçir Ğ-ya, çünki özündən sonra saytla başlayan söz var. Ürək olacaq, ürək. Sevinməz, burada da N keçəcək, M-ya, sevinməz olacaq. Deməli, hər üç söz, deməli, bütün sözlərin yazışı deyilişi fərqlidir deyəndə burada götürəcək A variantını. Diqqətli olmaq lazım. Diqqətli olmayanda gəlib səhvə çıxardır. Mən bayaq oxuyanda elə bilmişəm deyir, bütün sözlərin yazışı, tələffüzü fərqli deyil. O cür təhlil edirdim. Baxın, o cür də təhlil etsək, gəlib səhv cavab çıxmayacaqdır. Ona görə diqqətli oxumaq lazımdır. 32-ci suala baxırıq. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, parçalanmış buludlar arasında tək-tük ulduz parıldayırdı. Belə bir vaxtda Hürü xanımın qapısını döydülər. 1945-ci ilin bürkülü may gecəsi idi. Doğrudur, yanlışdır. Birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdi. Baxın, parıldayırdı, nə? Ulduz. Baş üzvlər nələr idi? Mübtəda, xəbər. Bunlar nədir? Baş üzvlər sayılır. Deməli, baş üzvümüz birdə var. Bir doğru fikirdir. Düzdürmü? Daha sonra həm ikinci, həm də üçüncü cümlədə qeyri-müəyyən şəxslidir. Baxın, belə bir vaxtda Hürü xanımın qapısını döydülər. Nə etdilər? Döydülər. Bəli, bu qeyri-müəyyən şəxsli cümlədir. Çünki qapını döyənləri biz bilmirik və xəbərimiz də üçüncü şəxsin cəmindədir. Deməli, ola bilər ki, belə bir vaxt Hürü xanım qapısını döydülər və bu qeyri-müəyyən şəxsli cümlədir. Üçüncü cümləyə baxırıq. 1945-ci ilin bürkülü may gecəsi idi. 1945-ci ilin bürkülü may gecəsi idi. Burada ümumiyyətlə bu şəxsli cümlədir. Deməli, üçüncü olur şəxsli cümlə. Mən ona görə ikincini düz götürə bilmirəm. Çünki biri qeyri-müəyyən şəxsli, digəri yox. 2 olan variantları çıxıram. Xəbəri üçüncü şəxsin təkində olan üçüncü cümlənin mübtədası təsəvvür edilmir. Deməli, bu doğru fikirdir. Biz dedik ki, bu şəxsiz cümlədir. Düzdür, şəxsiz cümlənin mübtədasını təsəvvür eləmək olmur ki, olmur. Deməli, 3 düzdür. Amma gətirib o yanlışın altından yazıblar. Deməli, 3-ü də mən çıxmalıyam. 3-lər də getdi. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxslidir. Xeyr, biz dedik ki, bu qeyri-müəyyən şəxslidir, ümumi şəxsli deyil. Və yanlışın altından yanlış yazıldığına görə götürməliyik B variantını. Sonra 33-cü sual. Cəsarətli əsgərləri mükafatlandıran qayıqkeş insan ordu generalı idi. Sintaktik təhlil sxemi ümumiyyətlə testlərdə düşür. Diqqətli olmağımız lazımdır. İdini tək götürmürük. Baxırıq xəbəri əvvəl. Ordu generalı. Ordu generalı ikinci növ təyini söz birləşməsidir. Düzdürmü?
İkinci növ təyin söz birləşməsi və ikinci, üçüncü növ təyin söz birləşmələri cümlədə təhlil zamanı parçalanmırlar. Deməli, bu birlikdə olacaq xəbər. Ordu generalı idi. Kim? İnsan. Hansı insan? Cəsarətli əsgərləri mükafatlandıran və qayğıkeş. Baxın, bunlar bir-birindən fərqlənir. Bura qədər bir təyindir, bura qədər bir təyindir. Bu fe'l sifət tərkibi ilə ifadə olunub, digəri isə sifətlə ifadə olunmuş təyindir. 2 dənə təyin, mübtəda və xəbər. Bu düz yazıb belə. Afərin. 34-cü suala baxırıq. 34-cü sualda deyir ki, mış üstü 4 şəkilçisinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi nümunələri müəyyən edin. Yəni burada fe'l sifət şəkilçisi ilə mış ortaq kimi götürülür. Nə zaman? Bir nəqli keçmiş zaman kimi işlənə bilir. Bir də işlənə bilir necə? Fe'l sifət şəkilçisi kimi. Yəni bunları bir-birinə fərqləndirmək lazım. Gəlin bunları fərqləndirək. Mənim qızım oxumuş qızdır. Necə qızdır? Oxumuş qızdır. Ümumiyyətlə yadda saxlayırıq. Nəqli keçmiş zamanda işlənən mış şəkilçisi, mış üstü 4 şəkilçisi cümlədə sonda işlənir. Ən birinci buna diqqət edirik. Yəni, əgər feildədirsə, cümlənin sonunda işlənir. Ola bilər ki, bəzən cümlədə sözlərin yerini dəyişdirərlər, məzmun dəyişər. Amma əsas olaraq feildə olur. Nəqli keçmiş zaman şəkilçisi feildə olur. Amma və feildə olduğuna görə də hərəkət bildirir və nə etdi, nə edirmiş, nə etmiş suallarına birinə cavab verir. Amma fe'l sifət şəkilçisi kimi işlənsə, bu artıq həmin feilin suallarına cavab vermir. Belə olan halda ya hansı sualına cavab verməlidir, ya necə sualına cavab verməlidir. Yəni fe'l sifətin şəkilçisi olanda feilin sualına, yəni nə etmiş, belə deyim də, nə etmiş sözünün, yəni bu suala cavab vermir. Gəlin bunu nümunə üzərində izah edeyim. Deyir ki, mənim qızım oxumuş qızdır. Baxın, qızdır. Kimdir? Qızdır. Kim? Mənim qızım. Necə qızdır? Oxumuş qızdır. Baxın, necə sualına cavab verir. Kökü feildir. Amma bu burada necə sualına cavab verir. Necə qızdır? Oxumuş qızdır. Fe'li sifəti nə etmişdir? Nə etmiş qız? Belə sual verə bilmərik. Bu kobud bir səhv olar. Deməli, oxumuş sözü necə sualına cavab verir? Biz bilirik ki, fe'li sifət, feillə sifətin ortaq xüsusiyyətlərini özündə daşıyan bir feilin növüdür. Deməli və bu feil növü, belə deyək, bu artıq oxumuş sözü burada feilin, kökü feil olsa da feilin sualına cavab vermir. Sifətin sualına cavab verməlidir. Ona görə də burada biz deyəcəyik ki, bu nədir? Feili sifətdir. İkinci, ağaclar dırmaşmış dəcəl uşaqdır. Baxın, nə etmiş? Biz bu cümləni inversiya ediblər burada, yerlərini dəyişiblər. Gəlin bu cümləni normal halına çevirək. Deyək ki, ağaclar dəcəl uşaq tək dırmaşmış. Görürsünüz, belə olsa bu sonda gələcək və feili artırılıb. Deməli, hərəkət bildirən sözümüzə artırılıb. Nə etmişdir? Dırmaşmışdır. Deməli, burada nə olur? Nəqli keçmiş zaman olacaq. Nəqli keçmiş zaman yazaq belə. Düşünülməmiş addım fəlakət gətirə bilər. Gəlin bunu özünüz tapın, fikirləşin. Gətirə bilər. Nə edə bilər? Gətirə bilər. Nə? Addım. Hansı addım? Düşünülməmiş addım. Bu əgər feil olsaydı, keçmiş zamanda feil olsaydı, hansı sualına cavab verə bilərdimi? Xeyr, hansı sualına cavab vermir. Deməli, əgər belə deyim, əgər feil olsaydı, keçmiş zamanda olan feil olsaydı, bu hansı sualına cavab verməzdi. Amma burada hansı sualına cavab verdiyinə görə nə olacaq bu? Bu olacaq feili sifət. Süsənlər də o adamları görmüşmüş. Baxın, sonda gəldimi? Gəldi. Deməli, nə etmişdi? Görmüşdü. Nə etmiş? Sualın cavab verir. Mən buna hansı sualına cavab verə bilmərəm. Yəni, hansı sualına sual verə bilmərəm. Ona görə 4-də artıq olacaq feil. Feil buraya yazaq, qarşıdasıyıq. Nəqli keçmiş zaman. Nəqli yazaq. Yatmışları razı deyiləm, kimsə oyatsın. Kimi yatmışlar? Fe'l sifət burada isimləşib. Fe'l sifət lairlər ismə məxsus olan şəkil üçün qəbul edib isimləşib. Burada da nədir onda? Fe'l sifət. Fe'l sifət kimi işləməyən cümlələri bizdən istəyir. 2 ilə 4 olacaq B variantı.
Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Şəhərdəki mərkəzə yaxın binalar təmir olundu. Gəlin baxaq. Təmir olundu. Nə binalar? Hansı binalar? Şəhərdəki mərkəzə yaxın. Nədir bizdə? Cümlədədir əlavə hansı cümlə üzvünə aiddir? Aha. Baxın, burada bu sualı afərin yazana deməli diqqətli olduğu bilinir. Baxın, bizə demir əlavə hansı cümlə üzvüdür. Bizə deyir ki, əlavə hansı cümlə üzvünə aiddir. Baxın, hansı cümləyə aiddir? Mübtədaya aiddir. Mərkəzə yaxın, şəhərdəki. Biz bilirik ki, təyin aid olur hansısa bir üzvə, düzdürmü? Baxın, burada mübtədaya aiddir. Əgər bizə desəydi ki, əlavə hansı cümlə üzvüdür, belə olan halda götürərdik təyin. Amma aid olduğu üzvü soruşduğuna görə biz burada götürürük binalar sözü. Ona görə burada olmalıdır C variantı. Ümumiyyətlə, bizim dərslərdə bütün bu məqamlara toxunulur. Onlayn şəkildə bizim dərslərimizə qoşula bilərsiniz. Qrupla və yaxud da fərdi şəkildə dərslərə qoşulmaq mümkündür. Dərslərimiz sentyabr ayının 1-dən etibarən başlayacaq. Instagram hesabı var, Filolog 2017. Ora daxil olursunuz, direkt bölməsinə yazırsınız, qeydiyyatdan keçirsiniz və bundan sonra sizi həmin dərslərə əlavə edirik. Belə, 36-cı suala baxaq və bununla yekunlaşdıraq. Əsas məqsəd qrammatika ilə bağlı olan testlərin burada hansı sualların düşməsini təhlil etmək idi. Mətn suallarına isə növbəti izahlarda qeyd edəcəm. Hansı cümlədə sifət işlənməmişdir? Hansı cümlədə sifət işlənməmişdir? Gəlin baxaq. O gün ki, güllərdən çəkildim kənar, bu qərib halını qəmə yazılar. Baxın, qərib varmı? Var. Sifət işlənibmi? İşlənib. Yenə o bağ olaydı, yenə o qumlu, necə sahil, qumlu sahil, sifət. Sifət bilirik də, necə, nə cür hansı sualına cavab verir, əşyanın əlamətini bildirən, keyfiyyətini bildirən sözlərə deyilir. Torpaqdan bahar qoxusu gəlirdi. Torpaq sual verirəm, nə? Bahar, nə? Qoxu, nə? Gəlirdi, nə olacaq? Feil. Deməli, burada nədir? Sifət işlənməmişdir. C variantı düz yazıblar. Hər yaşıl, yaşıl necə? Sifətimiz var, getdi. Kəndimizin hər tərəfinə yaşıl necə? Belə, burada da sifətimiz var. Ümid edirəm faydalı oldu. Yəni, siz artıq hazırlığa başlamazdan əvvəl bilməliyik ki, hansı növ suallar düşür, hansı səviyyədə düşür və daha çox diqqət etməli məqamlarımız nələrdir. Bunlara diqqət etmək üçün, yəni dəstək olmaq üçün bu video izahı çəkməyə lazım bildim. Ümid edirəm faydalı oldu və bu nüansları nəzərdə saxlayaraq imtahana hazırlaşsanız, ümid edirəm eyni zamanda bizim dərslərə qoşulmaqla yüksək nəticə əldə edə bilərsiniz. Abunə olun və videonu bəyənib paylaşmağı unutmayın.